Bu həftə sizin üçün nəqliyyatda, yolda baş verən müəyyən dialoqları paylaşdım. Əgər onları görməmisinizsə, profilə keçin və dialoqlarla tanış olun. Hər bir səviyyə üçün dialoqlar var orada. Bugün isə biz sizinlə nəqliyyat üçün digər lazım olan ifadələrə baxaq. Avtobusa, taksiyə və s. minmək və avtobusdan düşmək ifadələrinə baxaq. Bunlar rusca necə olacaq? Hər hansı bir nəqliyyata minmək istəyiriksə, orada biz oturmaq sözünü istifadə edəcəyik. Сесть, сесть в автобус, сесть в такси, сесть в машину və s. Misal üçün, чтобы доехать до центра, нужно сесть в автобус номер 32. İndi isə avtobusdan düşmək necə olacaq? Burada çıxmaq sözünü istifadə edirik sadəcə. Выйти из автобуса. Например, я выйду из автобуса около торгового центра. Nəqliyyatla bağlı başqa hansı ifadələri öyrənmək istəyirsinizsə, şərhdə soruşun.